Bu müqayisə həqiqətən də ədalətsizdir. Mən sizə qatılıram indidən. Çünki Mercedes-lə BYD-ni müqayisə eləməzlər. Ümumiyyətlə, bu avtomobillər eyni tərəziyə qoyulası avtomobillər deyil. Biz müqayisə eləmirik. Bəs iki avtomobili nəyə görə bura dəvət edib, məni də çağırmışsan video çəkməliyik? Biz nəsil dəyişimini danışırıq. Yəni, bugünə kimi bu 4 faralar, 4 gözlər uzun yolda, qısa yolda çox məharətlə öz işlərini görüblər. Ələ xüsusda dizel mühərriklər. Və bugündən sonra yeni texnologiyalar gəlir. Artıq bəzi insanlar öz avtomobillərini dəyişirlər. Bəziləri isə deyirlər ki, yox, hətta mühərrikin dəyişib belə yenə bu gövdədə qalanlar var ki, mən Mercedes sürmək istəyirəm, mən gəmi sürəcəm. Salamlayırıq hər kəsi. Yeni videoya xoş gəlmişsiniz. Nurlanın kanalındayıq hal-hazırda. Xoş seyirlər. Bəli, qeyd olunduğu kimi biz bu avtomobilləri müqayisə etməyəcəyik. Sadəcə olaraq nəyə görə hər iki avtomobili görürsünüz bizim yanımızda? Hər ikisi, belə deyək ki, kommersiya məqsədi ilə ölkəmizdə istifadə olunur. Biri yeni nəsil BYD Destroyer, digəri isə W210 gövdə 2,2 litrlik CDI dizel mühərriklə təchiz olunub. Avtomobillər haqqında bildiyimiz qədər məlumat verəcəyik. Amma mən tam səmimi deyim ki, sizə bu iki avtomobili həqiqətən də müqayisə etmək haqsızlıqdır. Nəyə görə haqsızlıqdır? Fikrimi deyim. Gəlin biraz məsələyə ciddi yanaşaq. 1995-ci ildən bu avtomobil istehsal olunub. Səhv eləmirəmsə 2022-ci ildən də BYD Destroyer istehsal olunub. 1995-ci ildə Mercedes götürürəm Amerika bazarını. Amerika üçün $35.000 satışa çıxıb. Və bugünün məzənnəsinə bu məbləği çevirəndə, bəli, ən aşağı komplektasiyası $35.000 çıxıb satışa və indinin deyək ki, dəyərləndirməsi ilə götürəndə təxminən $75.000 edir. Bu avtomobil isə təxminən $12.000 satışa çıxıb dövrümüzdə. Yəni 23.000 manat civarındadır qiyməti və bunu da qoyaq bir kənara. İndi 95-ci ildə Bakı şəhərində $80.000 neçə ev almaq olardı? Bir ev $5.000 idi. Rahat bir 20 də ev almaq olardı. Yəni 20 Bakıdakı evin qiymətinə W210 gövdə və 23.000 manata hal-hazırda Bakıdan heç bir otaqlı mənzil yaxınına keçə bilməzsə. Bu artıq qiymət fərqi bizə nəsə bir fikir bildirməyə kömək eləyir. Hə, yeri gəlmişkən videoya Zik yağlarının təşkilat dəstəyi ilə baxırsınız. Videonun ərsəyə gəlməsində çox sağ olsunlar, təşkilatı dəstək göstəriblər. Mən artıq 2 ildir Ziklə çalışıram, davamlı şəkildə. İnsanlara göstərirəm. Bu məsələnin birinci tərəfi. İkinci tərəfi isə Hyundai, Kia, General Motors, Tesla kimi avtomobillərin ilkin dolum yağıdır. Bunu da deyim, qaydaq videomuza. Gedək. Yəni dövründə premium avtomobil olub, əl çatan olmayıb. Əlbəttə. Çünki 95-ci də $35.000 hələ 95-də bu təzə söz. Mən bilən 95-də W124 kuzuların axırları idi. Sən məsələni uzadırsan. Amma mövzumuz o deyil. Yəni 2025-ci ildə $13.000 alınan avtomobildən biz bu BYD-nin göstərdiyi performansdan daha artıq nə gözləyə bilərik ki? Okey, əlbəttə heç nə gözləyənmirik. Yürüşlərə də qısaca nəzər salaq. Yəni deyə bilərsiniz ki, misal üçün BYD Mercedes-in yürüşündə olmayacaq heç vaxt. Bunu artıq sual var. Çox üzr istəyirəm. Ona görə də biz dünən alınan bir BYD gətirməmişik bura. Biz tam-tamına 103.000 kilometr getmiş bir BYD gətirmişik bura. Bəzi mif fikirlər var da, 50.000-dən sonra maşın getməyəcək, maşın xarab olacaq falan filan. Yəni bu videonu 2 il əvvəl çəksəydik, biraz belə şübhə ilə yanaşmaq olardı. Biraz belə demək olardı ki, hələ qoy görək necə olacaq. Bəzi fikirləri haqlı saymaq olardı. Bəli. Hal-hazırda olan avtomobilin 100.000 kilometr yürüşü olmağına baxmayaraq, yəni dəfələrlə biz taksidə görmüşük ki, 150.000 kilometr. Şəxsən mən 140.000 kilometr BYD avtomobili görmüşəm, sahibinlə də söhbət eləmişəm, pul qoyulmayıb avtomobilə. Bu avtomobilin əyləc qəlibləri, yəni nakladkalar belə zavod üzərində gələn nakladkalardır. Dəyişilməyibdir. Bu avtomobildə. Bu avtomobilin. Ay maşallah. 100.000 kilometr getmiş. Baxmayaraq ki, daimi dövriyyədədir maşın. Düzdür, sahibi deyir ki, biraz nisbətən orada regenerasiyanın da bir faydası var. Çünki əyləcəmədən istifadə eləmirəm, tək pedal istifadə edirəm. Tək pedal da belə ki, ayağını qazdan çəkəndə qaz pedalından avtomatik öz-özünün əyləcləyir. Onun hesabına da olsa gərək. Amma yenə də 100.000 böyük bir yürüşdür, az bir yürüş deyil. Belə deyək də, istənilən bir avtomobilin problemləri 100.000 kilometrdən sonra başlayır. Aha. Yəni
bir çox Başqa- imkanlı şəxslər istənilən avtomobili 100 min kilometrdə satışa çıxardı. Deyirəm, bundan sonra mənim yadıma gəlir, rəhmətli atam deyərdi ki, maşın 100 mini keçdi, başlayacaq pul yeməyə. İndi ona görə ola bilər ki, bu avtomobilin də xərcləri çıxsın və çıxacaq Dövrü da xərcləri də bunlar, yəni çıxmaq da aşınma gedir axı. Biraz gəl indi W210 haqqında danışaq. Bu avtomobilin yarım milyona yaxın yürüşü var. 440 min kilometr yürüşü var bunun. Dizel mühərrikdir. Hətta mən deyərdim ki, ilinə görə azdır bu avtomobilin yürüşü. Yəni mən açıq inanmıram bu avtomobilin yürüşünün bu olmağına. Düşünürəm ki, indi sahibi almamışdan qabaq bəlkə nəsə olub orada. İndi belə deyək də, bu avtomobil ola bilər, hər şey olar, amma yəni milyon kilometr gedən bu avtomobildən onlarla Azərbaycanda var. W210 Cruz'un 2 dizel mühərriklərə 500 min kilometr yaxşı rəqəm sayılır. 1 milyon kilometr orta rəqəm sayılır. Yenə də mühərrik 1 milyon kilometrə qədər rahat gedəcəyi bildirilir. Bu mühərrik, dizel mühərrik 1 milyon kilometrə qədər gedə bilər. Bu 440 min gedib hələ bir 600 min də üstünə 550 min də belə deyək. Yaxşı, bir dəqiqə gətirmirsən bizi bura ki, bəs nəsil dəyişimi, nə bilim, yeni texnologiya. Aha. Bax, sən olsan, 2 dənə maşın var. İndi deyəcək hansını alarsan. Hansını alarsan? Çox çətin sualdır əslində. Bax, bu avtomobilin sahibi deyir ki, mən ancaq dizel filtri dəyişirəm, mühərrikin yağını dəyişirəm. Mühərrikin yağını da yəqin ki, zik tökər də bura. Onu bilmirəm, amma soruşacağam. Bu arada Koreya yağı olmağına baxmayaraq da bunu həmişə deyirik. İstənilən növ ölkənin istehsal elədiyi avtomobil üçün uyğundur. Yeganə yağ markasıdır ki, istəyir əməkdaşlıq, istəyir qeyri-əməkdaşlıq, həmişə mən onu yönləndirmişəm. Saydığım, yəni xərcləri eləyib. Başqa bir pul qoymur bugünkü gün və maraqlı bir siz nədir? Bu avtomobilin hal-hazırda 15 min manat yenə də qiyməti var. Hə, bax maraqlı oldu. Gəlin də etiraf eləyək ki, Nurlan, Trasın şahı sözü var. Bax, Trasın şahı məsələ bu avtomobil. Əlbəttə, bu etiraf etməyə ehtiyac yoxdur. Uzaqdan baxanda görünür. Bilirsiniz, nə qədər komfort olsa da, bu yeni texnologiyadır. Amma bundakı komfort, o mühəndislik bunda yoxdur. Yəni, Bakı-Qazax yolunu bu maşın fəth eləyirdi. Başqa... Və gündə bir neçə dəfə. Bəli, bəli. Gündə bir Sürücüləri də yatmır. Buradan sürücülərə də səslənirik ki, yatın, durun, sonra işləyin. Özünüzü çox yormayın. Amma yəni bu avtomobil 1000 kilometri bir dəfəyə gedir və demək olar ki, bir gündən bir müştəri varsa. İndi biz bunu BYD-də eləyə bilərikmi? BYD-də yeni texnologiyaya əsasən plug-in hibriddir, elektrikin gücü və mühərrikin gücü var. Baxmayın, tandem şəraitdə işləyirlər. Aha. Bunu BYD-də eləyə bilərik. Nəyə bilərik? Bunu bütün günü trasda sürə bilərik. Sürə bilərik. Niyə sürə bilmirik 60-la? Yox, 60-la yox. Sən elektrikə görürsən 60-la. Yəni bu maşınlar şəhər içi istehsal olunub, idarə olunmaq üçün. Amma gedər də. Bir də o at gücünü də buradan bilməyənlər üçün də mən deyim, at gücünü toplayıb yazırlar satış elanlarında falan. Aha. Bu fake-dir, yalandır. Fake deyil. Sadəcə hesablama mexanizmi başqadır. Fake deyil orada. Yəni bax indi bunun 200 neçə at gücü var da? 190. 190 at gücü var. İndi məsələ nədir? Biz eyni sürətlə avtomobili idarə eləyəndə maksimum 110 at gücünü alırıq. Okay. 190-ı bir yerdə biz yalnız avtomobil tərpənəndə, ötmə əməliyyatında məsəl üçün bəlkə ala bilər, heç onu inanmıram. Yox, amma tərpənəndə. Tərpənəndə götürür. Belə Rivokda da belə deyək, götürür. Всё. Onunla da kinoktadır. Çin maşınlarının, Çin avtomobillərinin, belə orta segment Çin avtomobillərinin ən böyük çatışmazlığı budur ki, sürətlidir. Okay, 500 at gücləri, 400 at gücləri havada oynayır. oynayır. Amma bu marketinqdir. Marketing deyil, var, amma müəyyən müddətə, qısa müddətə. Bax, bunu niyə toplayıb yazırsan? Rəqəm artırırlar da. Bax, elə onu deyirəm də. Yaxşı, indi bir dəqiqə, bunu toplayıb rəzonda təkcə bunlar deyil, axı. Tutaq ki, Mercedes-in elektriki və yaxud plug-in hibridi. Onlar da toplayır yazır. Dövrün marketingidir də. Tək bundan Çinlilər istifadə eləmir. Ona görə Çin maşınlarına yox. Çin provokasiya eləyir Çin maşınlarına, inanmayın bunu. İndi Nurlan komplektasiyalardan danışacaq bizə. Açıq komplektasiyadan danışmaq istəmirəm. Nəyə görə istəmirəm? Çünki baxın, mənim bugün 4 gözlə BYD-nin komplektasiyasını danışmam mənə necə ki yersizdir. Qardaş, 2000-ci ilin avtomobilinin elə komplektasiya var ki, arxa oturacağını qızdırıcı var.
Aha. Premium avtomobildir. Premium avtomobil və həmin vaxtı əlçatan deyil də. Bu Bəhruz demişən əməlli başlı qiymətə idi bu. Bəli. Hətta hər komplektasiyanın müəyyən qədər qiyməti var idi. Nə bilim, ona əlavə elə 3000 Mən evro. sənə deyim ki, bunu 95-də sürmək də hər oğlun ürəyi. Mənim o nəsə Yəni də o söhbətlər də var idi. mənim yadıma gəlir ki, 124 kuzo təzə çıxanda ona yer təyyarəsi deyirdilər. O qədər rahat, o qədər yumşaq və o qədər sürətli maşın idi ki, yer təyyarəsi deyirdilər ona. Və bunlar artıq bir dövrün, necə deyirlər, bir şahesəri idi. Bəli. Y-klasslar gəlir, dörd gözlər gəlir. Artıq dövr dəyişib. Yəni BYD-ni nə istehsal eləyən, nə də alan şəxs bu məqsədlə almır da. Yəni şəhərçi adam Komplektasiya fikir verən mənim kimi çox az adamdır. sən Type-C xəstəsisən bu arada. Mən texnologiya xəstəsiyəm. Bunun Type-C çıxışı var. Gəl baxaq. Gəl baxaq. İstənilən maşına Nurlan birinci növbədə Type-C-ni yoxlayır. Mənim maşınımda Nurlan Yoxdur. Bunda Sənin da də maşında yoxdur. Range Rover maşını dönə partollu onda. Bunda da yoxdur. yoxdur. Bu Onda da nəysə, bu olmayacaq. necə təbii yoxdur. ki. Mən çoxdandır sözün açığı dördgözə əyləşmirəm. Bir dənə istəyirəm o. Bax, Görün bir əyləş. ətiri alacağım o avtomobildən. Bir dənə Range Rover-də istəyirəm. görmədiyi rahatlığı axtarır. Gülümsə Bəhruz bir dənə, kameraya gülümsə. Görürsüz, uşaqlar görürsüz Range Rover-in almadığı həzzi ala bilir artıq bu avtomobildə. Bəhruz istəyirəm sənin yanında əyləşim. Bu maşına necə mənfi bir şey deyək? Necə bu avtomobilə hər hansı bir mənfi cümlə deyək? Bir dəqiqə. İndi istəyirsən? Var, həqiqətən də var. Doğrudan var ha. O zavodun iyisi var ha. Yəni bax damı misal üçün biraz sallanıb düzdür. Burada müəyyən bax skopkalarla bunu skopla falan saxlayıblar, amma yorulub da, yəni bu normal deyil bu maşında bu. Mən öz yaşıma görə, yəni 50 cür xəstəliyim var da. Hələ bu qədər indi özümüzə baxırıq. Bu maşın yazıq neynəsə dəmirdir də bu. Gedirsən, sən. Bəli, biz güclüyə gedirik. Hər Sağlam bədəndə sağlam ruh olar, hə? bir dənə təsəvvür elə, gör nə fikirləşiblər. Arxa baş haxtalarını yendirmək üçün düyməli ki, görüntüyə mane olmasın. Aha. İndi son vaxtların heç bir avtomobildə mən bunu görmürəm. Sən avtomobilə oturanda oturacağın özü də rahatdır. Mən bura bir valini tərifləməyə gəlmişdim. Nətər oldu bu mənim maşınımda? Nurlanın saqqızını oğurladıq. Keçib W210 tərəfə. Hələ bunun bir variantları var. Bəh-bəh. Bütün düymələrlə dolu buralar. Oturacaq qızdırıcı. 2000-ci ildə oturacağın ventilyasiyası vardı avtomobildə. Təsəvvür edirsiniz. Arxa oturacağın qızdırıcısı, ondan sonra bir dənə rəqəmsal paneli yox idi. Amma yenə də bu alətlər panelinə baxanda da o sürüş həzzi gəlir. Sükanın ergonomikası. İndi gəlin BYD-yə əyləşək. Kipli gördün? Sən əyləş orada. Bəhruz Çin maşınının sükan arxasına əyləşməkdən imtina elədi. Bunu çək, bunu verərsən efirə. Bu NFC nədir burada? Bilmirəm. Avtomobil deyim ki, yıxıb sürməli bir maşın deyil də, yəni normal bir maşındır. Sadəcə günün tələbinə uyğun bir avtomobil deyil. Yeni texnologiyadır, yeni nəsildir. Biraz bizdə adət-ənənə xəstəliyi də var ki, köhnədən çıxmaq istəmirik. Amma bir məsələ var ki, bir müddət sonra bu dörd gözlərin də artıq detalları belə deyək yox olmağa başlayacaqdır. Bəli. Bu haqda mən video çəkmişdim. Etiraz edənlər oldu Nurlan, amma detal satanlar sözümü təsdiqlədi. Bir də Nurlan, bax 95-2000-ci illərdə markalar bir-birindən əməlli başlı rəqabətdə idi. Bəli. Mercedes video deyirsən. Bəli. O da elə mənim ağlıma gəldi. Elə mən hazırlaşırdım bu avtomobillər üçün. Qardaş, o bunu çıxardırdı, BMW onun acığını onu eləyirdi ki, müştəri cəlb edirdilər. Belə özünü doğrultmaq ərəfəsi. Bu da bu indiki bəzi Çin maşınları kimi səhər yatıb axşam durub bir model istehsal eləmirdilər ha. Bu mühəndislik var idi burada. Əməlli başlı işləyirdilər maşının üstündə. Ona görə də istənilən detal, istənilən keyfiyyət, yəni tam fərqli idi də. Yəni burada da yəni keyfiyyətsiz deyil. Yəni haqqına girməyək də maşının. Haqqına girməyək. Bax, amma sükana baxın bir dənə. Tərtəmizdir. Yəni 100 min gedib, baxırsan yəni həqiqətən tərtəmizdir da. Yeyilmə, getmə, rəng getməsi falan heç nə yoxdur maşında. Dam təmizdir, dam sallanmış bir dam görmürük biz burada. Avtomobilin sahibi də səliqəli baxıb, sözün açığı. Elə məsələ ondadır. İstənilən avtomobilə səliqəli baxsan, avtomobil səni aparacaqdır. Bu Çin və yaxud qeyri-Çin deyil. Sadəcə Çin maşınları biraz bazara hop deyib girdilər, fikirlərə qarşılıq yaratdılar. Xoşuma gəlməyən məqam nədir? Görürsən fiziki düymə demiyorlar ki, yox səviyyəsindədir. Bir dənə bu kondisioner falan incidir də adam. Buradan keç, tap. Burada yandırıb söndürmə düymələri var, amma Çincədə, yəni biraz narahatdır da. Yəni bu
Mexaniki düymələr daha rahat olar. Hətta bəzi avtomobillər var ki, ümumiyyətlə burada fiziki düymələr yoxdur. Mexaniki düymələr rahat olmaqdan başqa barmaq yaddaşı deyilən bir şey var da. Barmaq avtomatik onu hiss edir sürüş zamanı ki, hansı düymə hardadır. Amma sən yolda gedirsən, deyən monitora baxım, özü bir sürüş zamanı 1 saniyəlik hər hansı bir belə deyək, fikir yaygınlığı böyük qəzaya səbəb ola bilər. Mən BYD-nin içərisində çox qalmaq istəmirəm, ona görə Qorxursan, çəkər səni. getdim mən. Yeni texnologiya öyrəşməyən Bəhruz BYD-dən imtina elədi. Bunu verərsiz efirə. Səni bugün bu videoda yıxdım, sürüdüm. Videonun sonuna yaxınlaşdıq. Həyəcanlanlar. Bir məsələni də vurğulayım. Deməli, bayaq nəyə qeyd elədik? 95-ci ildə bu avtomobil 35 min dollara satışa buraxılanda 8-9 min dollara büdcə avtomobilləri var idi. Məsəl üçün, Toyota Corolla idi, Y100, Ford Escort idi məsələn. Bəli. Daha sonra Nissan Sentra-lar var idi. Eybəcə bir video var idi Ford Escort-un. Yəni, bu avtomobillər bugün hardadılar? Heç biri yoxdur, tarixə qovuşur. Bəhruzun sözündən belə başa düşülür ki, siz buna 20 min manat verib, 25 illik bir performans gözləməyin. Bəli. Bunlar premium klass avtomobillərdir. Bəli. Bunlar isə gündəlik sürüş üçün nəzərdə tutulmuş avtomobillərdir. Yəni, bilirsən, dövrün dəyişməyindən də qaynaqlanır məncə bu ki, sən artıq işləri praktik şəkildə həll edə biləsən. Getdin A nöqtəsindən B nöqtəsinə işi həll edin, ekonom şəkildə gəldi. Burada ekonom təkcə benzinə verdiyiz puldan getmir ha. Hava görürsən də çirklənir gündən günə. Ondan da məsələ gəlir ki, ekologiyaya zərər vurmuruq. İndi orada batareyaların hazırlanmağı, uzun səfərə gedirsən, uzun səfərə gedirsən. Amma yəni onu demək istəyirəm ki, o dövrdə də 8-9 min dollarlıq avtomobillər var idi, hansı ki BYD kimi. Onlar bugün tarixə qovuşub, ümumiyyətlə izi tozu da yoxdur. Eləcə də yəni BYD də 23 min manata Azərbaycanda satılan avtomobil 25 ildən sonra yox olacaq. Bəhruz, bu maşının yeni modelləri gələcək. Sadəcə bu gövdə yox olacaq. 96-cı ilin Corollası var. Hədə məsələ oldu da, bu gövdə BYD yox olmayacaq, brend yox olmayacaq. Brenddən danışmırıq. Mən bilirəm, orada komment gələcək. Düzdür, brend yox olacaq. Yox, onu düşünmürük. Brenddən danışmırıq. Biz bu modeldən danışırıq ki, siz bunu alıb deməyin də. Yəni, 20 il əlim qulağımın dibində sürəcəm bunu, belə bir şey yoxdur. Təşəkkür edirəm hər birinizə. Davamı gələcək mütləq. Mütləq şəkildə. Hələlik.